İqlim böhranını aradan qaldırmaq üçün nə etmək lazım olduğuna dair artıq razılığa gəlmişiksə, onda niyə bunu etmədik? Biz sosial, mədəni, mənəvi, biznes, elmi və siyasi sferaların liderlərini Xəzər regionunda iqlim böhranı ilə bağlı dialoqa dəvət edirik. Kaspian Eticals Stock'dakı adlanan dialoqumuz Xəzər regionunda iqlim fəaliyyətinin etik qiymətləndirilməsinə həsr olunub və 2025-ci ilin noyabrında Braziliyada keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə 30-cu konfransında qlobal etik birja dialoqlarının bir hissəsi kimi dərc olunacaq. Onlayn söhbətlər silsiləsi üçün bizə qoşulun. Gəlin səsimizi eşitdirək.